Mən Mamedov Əlzam Yunusov, Bərdər Qaradağ kəndində yaşayıram. Bugünkü çıxış etməkdə məqsədim Qida Təhlükəsizlik Agentliyinin Bərdər Regional İdarəsinin yargılaş fəaliyyətindəndir. Məndə kifayət qədər çəkilişlər də var. Lazım olsa təqdim edərəm və həmin Qida Təhlükəsizlik Agentliyi ilə lap belə baxışda keçirilərək heyvanlar çöldə kəsilir. Səbəb digər belə də kəsim yerlərinin Qida Təhlükəsizliyi rəhbərliyinin təzyiqi sayəsində bağlatdırıb öz dostunun kəsim yerində istifadə etdirməsini mən belə düşünürəm, mənim şəxsi fikrimdir. Amma bununla da həm də Qida Təhlükəsizlik Agentliyi hara baxırsan sən? Baxmaqda belə hara baxırsan deyəndə, buyur, ət çöldə kəsilir. Bəs o baytarı hara peçatılır, rüqya sağlamdır. Laboratoriyanı mənə göstər. Laboratoriyanı mənə göstər, görüm ki, o kəsim yerlərində kəsilən ətlərin sağlamlıq peçatı nətər vurulur? Kəsim yerlərində kəsildi peçatı vurulsun da, sağlamlıq peçatı vurulsun. Bu tamamilə yanlış bir yoldasınız. Bizim əvəz edilməz bir liderimiz var, İlham Əliyev. Cənab Prezident deyir ki, vətəndaşın mən xidmətçisilə bu söz o deyirsə, siz amma nə adam qəbul edirsiniz, nə qəbulunuzda gələnləri qəbul edirsiniz, ancaq özünüzü tərbiyyətdirməklə məşğulsunuz. Mənim ümidim ölkəmizin prezidentinə, əvəz edilməz liderimiz İlham Əliyev cənablarına. Allah sizi qorusun, belə məmurlara da Allah ölüm versin ki, cəmaatla dövlət arasında nəsə yaratmaz deyim. Amma buna nail ola bilməyəcəklər. Çünki biz həmişə ölkəmizdənik, dövlətimizlənik və İlham Əliyev kimi prezidentimizlənik. Allah sizi qorusun, eləsinə də Allah ölüm versin. Öpürəm sizi.